Değerli izleyiciler, aziz dostlar, hamınızı xoş gördük. Mərkəzə rovnu 1 kilometrlikdə ev axtaranlar. Baba, gəldin prezi döndün, gəlsən zavod yoluna. Kanal keçən kimi sağ tərəfdə məşhur bir yer var burada, Doktor Şahin evini. Ona çatmamış, asfaltın üstündə bir dənə sizə. Təkcə bura 430 kvadratdır. Yəni buradan bu yana. 4-də 3 sotdur. Bura sot kimi hesablanmır. Bir sot da burada. 11 ilin evi. 11 ildir bu ev inşa olunub. 2013-cü ildə evə köçülüb, yaşayır. İzolyasiya sistemi, istilik sisteminə kimi uçuldu. Bu həyətyanın sahəsi. Bu tərəflər betondur. Burada bulaq var, əlinməyə gerir. Şirin, zaten işəmək kompleksinin hər şey var. Burada deniz hissəsidir. Əvvəl yəni soyuqca saxlanılır, hal-hazırda saxlanılır. Burada ehtiyat su çəni. Evin bu arxası açıqdır, betonlanır. Orada ayaq yolsu var, onu da indi göstərəcəm. Burada da evə daxil olan suyun filtri qoyulur. Yəni hamısı düşünülür. Həyatın işıqlandırılması, evin remontu, yəni remontu. Bəzi əşyalar söz yox gedəcək, bəzi əşyalar qalacaq. Çöl üçün sanitarla sanuzu. Bura padvalın girişidir. Və keçid alınır evə. 2 mərtəbədir. 1-ci mərtəbədə 1, 4, 5, 6, 7 daha kürsülür. Alt tam izolyasiyadır. Yəni çək altı atmalarına baxın. Hamısı 1 kubik boyundan hamı da bərkidilib. O ev hissəmiz. Daxilən bir dəhlizdir. Keçin geniş dəhliz var. Evin için hündürlük 3 metrdir. Başdan hündür. Bir dənə sağ tərəfdə yerləşir. Belə çək mətbəx. Mətbəxdə mətbəx mebeli qalır, soba qalır. Yəni bunlar demək olar ki, hamısı təzə kimidir. Yəni hamısı sərbəli işlənir. Xaladen yerinə götürülür. Yəni xaladenin heç bir qiymətə dəxlisi yox. Bir otaq, ev 6 otaqlıq. Bu bir otaq. Bu detski otaqdır. Bəli, keçirik burada sanitarla sanur böləkdə. Bu hissə hamam hissəsi, jakuzzisi də var. Bura ayaq yolusu. Həm qurbanları qəşəng çək. Evin qonaq otağı. Aycan, aycan. Qonaq otağının genişliyinə bax. Bir dənə bu genişliyə bax. Qızdırılması 2 dənə radiator qoyulur. Ən azı 600-700 manat indi satır. Bu 500 manat alınıb 11 il bundan qabaq. Yəni təmiz türetisi kimi alınır. Evdən də yenə bəzi əşyalar, məsələn bu stol alır, divan kreslodur. Yəni belə evdə xaladenlikdən başqa bütün əşyalardan pulla razılaşmaq olar. Bura kladovkadır. Kompot zad, bənke zad yığmağa. Burada işığı da yanır. Qışda aynını burada quruyur. Bala istifadə elə. Keç sağlıq 2-ci mərtəbə. Həmin qurban sən ged qabaqda. Keçid aldıq 2-ci mərtəbə. 2-ci mərtəbəyə daxil olan kimi burada işıq yerləri ayrılmış işıqlardır. Yəni gec işıqları nəzərdə tutulub, amma heç biri qoyulmur. Yerlər tam hazırdır. Yəni buradan da söndürüb yandırmaya yer var, aşağıdan da. Yuxarı daxil olan kimi. Birinci hamam tualet, yuxarı sanitar mərtəbə. Yəni 2-ci mərtəbə. Birinci mərtəbənin ad verilir, 2-ci mərtəbənin ad verilir. Və burada da pul, geniş dəhlizi var. Orası 2 metr var da başlayıb dəhliz. Solda var bir otaq. Bu bir yataq otağı. Geniş bir yataq otağı. Otaqlar hamısı genişdir, hamısı böyükdür. Üzbəyiz keçid aldıq digər bir otağa. Və gördüyünüz kimi bu otaqda normal, geniş bir otaqdır. Qapılar da hamısı, qapılar bir dənə çək. Qapılar təmiz taxtadır. Təmiz taxtadır. Yəni evin gördüyümüz bu remont 11 gün remontudur. Necə də elə də qalıb var. Baxın. Daş kimi. Bura bir otaqla digər bir otağımız da yerləşir burada. Bu da bir otaq. İşıqlandırılması, pəncərəsi. Hamısı da evin burada da balkon hissəsidir.
Bir daha balkondan çək. Bir daha həyat hissəsini balkondan çək. Ay can, ay can. Dörd sot. Yani yol hesablanmayanda 4 sot həyat. 6 otaq ev. Full remont ev. Xaladenlikdən başqa, yəni bütün mallar demək pul hesablanlar bilər. Yəni xaladenliyi qəti sürətdə verilir. Sənəd Sərəncam, Köhnə Salzor Sərəncam, mərkəzə yaxın. Qiymət 137.500 manata. Reallığı olsa qiymətdə razılaşmaq olar. Bizi izlədiyiniz üçün təşəkkür.